Əgər həmişə özümü yorğun hiss edirəmsə, bu nə deməkdir? Sən yorğun deyilsən, emosional tükənmisən. Səhər yuxudan oyanırsan, amma özünün yenə yorğun hiss edirsən. Gün ərzində enerjin çatmır, heç nəyə həvəsin olmur. Bəlkə də problem yuxusuzluq deyil, bəlkə sən emosional olaraq tükənmisən. Emosional tükənmə uzun müddət stres altında qalanda, hisslərini içində saxlayanda və hər zaman güclü görünməyə çalışanda yaranır. İnsan bəzən fiziki deyil, zehni və emosional olaraq yorulur. Əgər daim başqalarının problemlərini həll edir, öz ehtiyaclarını isə ikinci plana atırsansa, beynin və sinir sistemin bir müddətdən sonra siqnal verməyə başlayır. Bu siqnal özünü yorğunluq, əsəbilik, motivasiya itkisi və hətta unutqanlıq kimi göstərə bilər. Bədən bəzən sözlə deyə bilmədiyini yorğunluqla deyir. Özünə sual ver. Sonuncu dəfə nə vaxt sadəcə özün üçün vaxt ayırmısan? Bəzən istirahət etmək zəiflik deyil. Bu psixoloji sağlamlığın üçün vacib bir ehtiyacdır. Bu videonu özünü son vaxtlar yorğun hiss edən biri ilə paylaş.